onsuzdur. Azərbaycan müsəlman dünyasında olan əsas iki müttəfiqi, təbii müttəfiqimiz Türkiyə və Türkiyədən sonra ən yaxın müttəfiqimiz Pakistanla münasibətlərimizin korlanmasına gətirib çıxara bilər. Və Türkiyə və Pakistan cəmiyyətlərində də Azərbaycan bu imici çox mənfi səviyyədə zədələnəcək. Zədələnə bilər, yox, zədələnəcək. Artıq belə bir məlumatın getməsi artıq bu Azərbaycan imicinin zədələnməsinə gedir. Bu artıq balanslı siyasət deyil. Bu artıq Azərbaycanın mənfisinədir. Və buna da Azərbaycan getməməlidir. Milli və dövlət maraqlara həmişə Azərbaycan hakimiyyəti dediyinlə üstün tutan bu hakimiyyət bu maraq, bu addıma getsə, həmən o dedikləri, həmişə dedikləri ki, bunlar dövlət və milli maraqları həmişə üstün tuturlar. Əksinə bu dövlət və milli maraqlara böyük zərbə vuracaqlar, böyük ziyan edəcəklər. Bəli, indi İsrail güclü görsənə bilər, onun xarabları, onun texnologiyası, onun müasir silahları kasıb və əlacsız Fələstinlə müqayisədə çox müqayisə olunmaz görsənə bilər. Amma burada təkcə İsrail-Fələstin məsələsi deyil. Birinci, burada vicdan məsələsidir. Bir insanları qətl edən, bir müsəlmanları, təkcə müsəlmanlar yox, insanları qətl edən bir dövlətin rəhbərini qəbul etmək nə demək? Və bir müsəlman insanını qətl edən dövlətin rəhbərini bir müsəlman ölkəsində qəbul etməsi, bu ümumiyyətlə heç bir, belə deyək, balansa sığmır. Mən də başqa ifadələr işlətmirəm, çünki indi mənim dövlətimə aid. Hakimiyyət səhv edirsə, yenə dövlət bizim dövlətdir. Ona görə bu hakimiyyət ümid edirəm bu səhv eləməyəcək. Əgər hakimiyyətin başında durub və ölkənin başçısının ətrafında olan kimlərsə belə məsləhətlər verirsə və xaricdən əgər belə məsləhətlər gəlirsə, istər Azərbaycanlılar tərəfindən, istər qeyri-Azərbaycanlılar tərəfindən, bu məsləhətlər səhv məsləhətlər, ziyanlı məsləhətlər və ümid edirəm ki, dövlət başçısı bu məsləhətlərə qulaq almayacaq və Netanyahunun səfərini Azərbaycan üçün xoşa gəlməz hesab edib onu iptal edəcək.